Salam xanımlar, müəyyən miqdarda mərcimək A qabına qoyulub çəkiləndə 780, B qabına qoyulub çəkiləndə isə 810 qramdır. A və B qabları isə boş olaraq çəkiləndə 510 qramdır. Baxın xanımlar, A qabı 780-dir, B qabı da ki deyir 810-dur. Mən görürəm ki, B qabı A qabından 30 qram çoxdur. Hardan görürəm? 830-dan 780 çıxsam görürəm ki 30 qram çoxdur. Onda A qabı x qram olsa, B qabı isə ondan 30 qram çox olacaq. Yəni x üstəgəl 30. Mənə də deyir ki, ikisi birlikdə 510 qramdır. Onda x üstəgəl 30 bərabərdir 510-a. 2x bərabərdir 480-ə, x də bərabərdir 240-a. Mənə B qabının kütləsini soruşur. 240-ın üstə də 30 gələcəm. 270. Yəni cavab D variantı. 7 mərtəbəli binada 52 nəfər yaşayır. Mənzillər aşağıdan yuxarıya doğru 1-dən 7-yə qədər nömrələnibdir. Və bu nömrələri ardıcıl olan hər hansı ikisində cəmi 15 nəfər yaşayır. Buna görə 5 nömrəli mənzildə neçə nəfər var? Bax, mən bilmirəm. Birinci mənzildə, məsələn, x nəfər yaşayır. İkinci mənzildə də y nəfər. Mənə deyir ki, hər hansı ikisində 15 nəfər yaşayır. Yəni, bax, bu ikisində 15 nəfər olur. Əgər bunda 15-dirsə, deməli, növbətdə xy, xy belə gedir də, düzdürmü? Bunların onda yazırıq x üstəgəl y bərabərdir 15. İndi görək burada neçə dənə 7 dənə mənzil varsa, baxıram 1, 2, 3, 4 dənə x oldu. 1, 2, 3 dənə də y oldu. Bərabərdir, bunlarda isə cəmi 52 nəfər yaşayır. Onda görürəm ki, x üstəgəl y 15 nəfərdirsə, 4x üstəgəl 3y 52 nəfərdir. Onda 4x-i mən bura gətirmək istəyirəmsə, onda 4x-i 3x üstəgəl 3y üstəgəl 4x idi axı. X bərabər olur neçəyə? 52-yə. Mən görürəm ki, buradan 3-ü mötərizə xaricinə çıxarda bilərəm. Bəli, 3-ü mötərizə xaricinə çıxarsam, yazaram x üstəgəl y üstəgəl x bərabərdir 52. X üstəgəl y-im, gördüm ki, bayaqlarım 15-dir. Onda 3-ü vuraram 15-ə, üstə x gələrəm, bərabər eləyər 52. X də bərabərdir 52-dən 45 çıxdım, x 7-dir. Əgər x 7-dirsə, 7-nin üstə 8 gələndə, yəni x 7-dir, y də 8 olacaq. Məndən soruşur ki, 5 nömrəli mənzil. 5 nömrəli mənzildə x ilə nömrələmişdik, o da elədir C variantı. Musa aşağıdakı açılışı verilən kubu katlayaraq əvvəlki halına gətirir. O əvvəlcə qarşı üzlərdə yazılan ədədlərin hasilini tapır. Daha sonra həmin hasilləri toplayır. Musa ən sonunda. Mən əgər qarşı üzlər deyirəmsə, mən birinci qarşı üzləri tapım. Mən bilirəm ki, 4 ilə 2 qarşı üzdür. Sonra 3 ilə 6 qarşı üzdür bir-birinə. Və bir də 5 ilə 1 qarşı üzdür. Düzdürmü? İndi əvvəlcə bunların hasilini tapacağım. 4-ü vuracağım 2-yə 8, 3-ü vuracağım 6-ya 18, 1-i vuracağım 5-ə 5. Sonra isə deyir, bunları cəmləyəcəm. 8-in üstə 18, üstə 5, yəni 31. Yəni cavab 33-də D variantı. 34-cü sualda deyir ki, A və B sıfırdan fərqli rəqəmlərdir. 3A bərabərdir 2B-yə. Yazıram, 3A bərabərdir 2B olarsa. B 5A üstəgəl 4B ifadəsinin ala biləcəyi ən böyük və ən kiçik qiymətini. Mən A-ya nə edəcəm? Başlayacağım A-ya və B-yə qiymətlər verəcəm. A-ya 1 verə bilməyəcəm. Çünki 3-ü 1-ə vuranda 3, 2-ni 3-ə böləndə 1,5. 3-ü 2-yə böləndə 1,5 bu mümkün deyil. Çünki mənə deyir rəqəmlərdir, müxtəlif fərqli rəqəmlərdir. Ona görə A-ya 2 verəcəm. A-ya 3-ü 2-yə vurdum 6. Onda 6-nı da 2-yə bölsəm B də 3 olacaq.
Onda əgər 2 verdimsə, artıq 3 verə bilmirəm. Çünki rəqəm alınmayacaq, onluq kəsr alacaq. Deməli, A-ya 4 verəcəm. A-ya 4 verəndə 12, 3-ü 4-ə vurdum 12, 12-ni də 2-yə böldüm. B də bərabərdir 6. A-ya 6 verəndə 18, onda A-ya indi 6 verək. A-ya 6 verdi 18. 18 də 2-yə böləndə B də 9-dur. A-ya 8 verəndə 24. B-yə artıq 24-ü 2-yə böləndə B 12 olacaq. Bu mümkün olmayacaq. Çünki 12 rəqəm yox, ədəddir. Bu alınmadı. İndi mənə deyir ki, 5A üstə gəl 4B ən kiçik qiyməti. Onda mən ən kiçik deyirsə A-ya 2, ən kiçik B-yə də 3 verəcəm. 5-i 2-yə vuracam. Üzərinə də gələcəm. 4-ü 3-ə vuracam. Bu elədi 22. Bir də ən böyük qiymətini. Ən böyük qiymətdə də A-ya 6, B-yə isə 9 verəcəm. Bu da elədi 66 və cəmi neçə olacaq? 66-nın da üstünə 22 gələcəm. Eləyəcək 88. Yəni cavab B variantı. 35. Dairələrin içinə 1-dən 7-yə qədər bütün rəqəmlər yazılır və bu vaxt hər bir üçbucağın təpə nöqtələrindəki ədədlərin cəmi bir-birinə bərabər olur. X üstəgəl Y neçəyə bərabərdir? Əgər X üstəgəl Y deyirsə, mən baxıram ki, 4 və 7 fərqləri 3-dür. Yəni, əgər 3-dürsə, buradan nəyi taparıq? Bax, 1-dən 7-yə qədər ədədləri yazın. 1, 2, 3, 4, 5, 6, 7. 4 ilə 7-ni veribdir. Ona görə onları sildim. Onda mən eləməliyim, cəmlərim eyni olsun. Cəmlərim eyni olmağı üçün mən bura verəcəm 5. 4-ün üstə 5 gəldim 9. Onda burada 2 verəcəm ki, cəmlər eyni olsun. Düzdürmü? 7-nin üstə 2 gəldim 9. Deməli, X-in üstə Y gələndə də elə bir ədədlər verəcəm ki, cəmi 9 olsun. Təbii ki, bunları da vermək üçün 3 və 6 verəcəm. Çünki 3-ün üstə də 6 gələndə Y-də 9 olacaq. Cavab C variantı, D variantı, üzr istəyirəm. Sonra keçdik bura. Aşağıdakı deyir cədvəl. 3x3 ölçülü cədvəldə rənglənməmiş xanalara 3-dən 9-a qədər olan natural ədədlər hər biri bir dəfə olmaqla yazılmalıdır. 3-dən 9-a qədər ədədləri yazaq. 3, 4, 5, 6, 7, 8 və 9. Bir dəfə yazılmalıdır. Kənarda yazılan ədədlər müvafiq sətirlər və sütunlar üzrə yazılan ədədlərin hasillərini göstərir. Buna görə Y çıx X. Mən baxıram. Hansı 2 dənə ədədi bir-birinə vuranda buradakı ədədlərdən 36 eləyər. Təbii ki, 9 ilə 4. 9-u 4-ə vuranda 36 eləyir. Düzdürmü? İndi baxıram bu xanaya. Bax, 2 dənə bir-birinə vurub ədədləri və eləyib 21. Təbii ki, 3-ü 7-yə vurandı. Bax, 9 da getdi, 4 də getdi, 3 ilə 7 də getdi. Düzdürmü? Mən baxıram bura. Burada 3-ü nəyəsə vurubdu və toplamda eləyib 90. Baxaq görək nəyə. Deməli, qalıb bizdə 5, 6 və 8. Düzdürmü? İndi nə edək? Bu zaman biz belənçinə yazarıq. Onda bura 3-ü 5-ə vuraram 15, 15-i də 6-ya vursam, mənim ədədim eləyəcək 90. 6-nı 3-ə vurdum 18, 18-i 5-ə vurdum 90. İndi burada eləməlidir 160. Onda 4-ü 5-ə vurdum. Onda 5 ilə 6-nın da üstünə xətt çəkdim. 4-ü 5-ə vurdum 20, 20-ni də 8-ə vurdum 160. Mənə deyir X ilə Y-i tap. X-i tapmaq üçün 9-u 6-ya vuracam. Eləyəcək 54. Y-i tapmaq üçün də 7-ni 8-ə vuracam 56. İndi deyir Y çıx X, 56-dan da 54 çıxdım. Elədi 2, yəni cavab A variantı. Sonra keçdik bura. Deyir ki, buradan baxaq əvvəlcə aşağıdan. 8-in üstə heç nə gəlməyib 8. Neçənin üstə 4 gələndə sonu 0-la bitən ədəd eləyər. Təbii ki, 6-nın üstə. 6-nın üstə 4 gələndə 10, 1 yadda. 3-ün üstə 8 gəldim, 11, bir də yadda 12, 1 yadda, 1, bir də yadda 2. 2-nin üstə neçə gələndə təbii ki 6. Deməli, dairəni tapdım 6. İndi baxaq. Burada
2-ni neçəyə vuranda sonu 8 ilə qutaran ədəd eləyir. Təbii ki 4-ə, bir də 9-a. Amma mən bura 4 yazacağam. Niyə 9 yazmıram? Çünki burada hər hansı bir ədədə vurub qonşudan pay qalmayıbdı. Ona görə burada 4 yazdımsa, burada 4 yazacağam. Çünki 4-ü 4-ə vurdum 16 bir yadda, 4-ü 3-ə vurdum 12 bir də yadda 13. İndi baxıram bura. 342-ni neçəyəsə vurmuşam 684 eləyib. O zaman 684-ü 342-yə vururam ki, 3 bucağın yerində də 2-dir. Mənə deyir kvadrat. Kvadrat oldu 4, 3 bucaq oldu 2 və bunların da cəmi oldu 12. 38. 1-dən 8-ə qədər natural ədədləri hər biri xanalara ilə yerləşdirilməlidir ki, bərabərlik doğru alınsın. Mənim rəqəmlərim 1-dən 8-ə qədər 2, 3, 4, 5, 6, 7, 8. Mənə deyir ki, elə yerləşdir ki, xanalarındakı ədədlər doğru olunsun. Mən birinci hələ 3 fərqini tapım. 3 fərqini tapmaq üçün nə edəcəm? Hansı ədəddən hansı ədədə çıxanda 3 alınır? Təbii ki, 6-dan 3 çıxacam, 3 eləyər. Cavab variantlarından gedirik. 6-dan 3 çıxsaq, elədi 3. Təbii ki, 7-dən də 4 çıxanda yenə 3 eləyir. 8-dən də 5 çıxanda 3 eləyir. Qaldı nə? 1 ilə 2. 1-in də üstü 2 gələndə 3 eləyir. Deməli, cavab 38-də. 28 otaqlı bir oteldə qalan Əli, Bilal və Cəmil ilə əlaqəli aşağıdakılar mənim. Əlinin otağı nömrəsi cütdür. Yazırıq Əli, cüt ədəd. Bilal ilə Cəmilin otaqları qarşı-qarşıyadır. Bura bir Bilal yazırıq. Bir də Cəmil yazırıq. Cəmilin otaq nömrəsi 5-ə bölünür. 5-ə bölünən ədədlər mən bilirəm ki, 5 ola bilər, 10 ola bilər, 15 ola bilər, 20 ola bilər. Düzdürmü? 5, 10, 15, 20 və 25 ola bilər. Aha, 28 otaqlı olduğuna görə. İndi baxaq. İndi deyir ki, bu Bilal ilə Cəmilin otaqları qarşı-qarşıyadır. Əlinin otaq nömrəsi Bilalın otaq nömrəsindən 11 vahid kiçikdir. Aha, onda qarşı-qarşıyadırsa, əgər məsələn Cəmil 5-də oturursa, Bilal da onun qarşısında 6-da oturacaq. Məsələn, Cəmil 10-da oturubsa, Bilal 9-da oturacaq. Bu 15-də oturubsa, bu 16-da oturacaq. Üzr istəyirəm, bu 11-də oturacaq. Bu 20-də oturubsa, bu məsələn 21-də oturacaq. Bu 25-də oturubsa, bu 26-da oturacaq. Düzdürmü? İndi baxaq.